Valideyn komitəsi kart nömrəsi açır. Fond pullardan vaxtı da atın. Biz fond pulu verməsək uşaqlarımız nə böyük summativ yazacaqlar, nə kiçik summativ yazacaqlar. Söhbət 2 manatdan deyil. Söhbət bugün hansısa məktəbin valideynlərin əlinə baxmasından gedir. Həqiqətən də bu məktəbin summativlər yazdırmaq üçün 3, 4, 5 paçka A4 vərəqi yoxdurmu? Maliyyə ayrılmır Azərbaycanda təhsilə. Mən telefonumu açsam, həqiqətən də burada siz də izləyib şoka düşə bilər. Azərbaycanın təhsil sistemi valideynin verəcəyi 2 manatdan asılıdır. Bizim uşağımızın biliyinin qiymətləndirilməsi summativ üzərində istəyir böyük olsun, istəyir kiçik olsun. Qiymətləndirilməsi bizdən asılıdır. A4 vərəqini almayacaqsa qiymətləndirmə həyata keçirilməyəcək. Gördüyünüz yağzat deyil ha. Bunu inşallah Qızıldaşdan, yəni Qaradağ rayonunun Qızıldaş qəsəbəsindən bu balı bizdən sifariş edib. Bu bizim xarlanmış baldır. Bala baxın bir dənə, elə bil yağdır, yağ. Azərbaycanımızın bütün şəhər və rayonlarına tam pulsuz olaraq göndərib çatdırırıq. Bir daha mən həmişə olduğu kimi deyirəm, məndən alınan balın tərkibində qatqı çıxsa, mən onun pulunu 2 qat geri verəcəyəm. Kim də istəsə 051 546 39 39. Baxın, bir daha nömrəmi qeyd edirəm, özünüzdə yazın. 051 546 39 39.